Bu günləri paltaryo ilə bağlı sizə bir dənə məlumat verəcəm. Necə? Çox adamların bir dənə sualı var. Ay usta, mənim paltaryoyum işləyəndə əlimi yurduğum yerdə suda tok vurur. Nədən olar? Əlimi paltaryoya salıram, tok vurur. Nədən olar? Bu səbəbi 2 dənə olur adətən. İkisini deyəcəm, diqqətlə qulaq asın. Paltaryoyunuzun su qızdırıcısı işləmirsə, sizi tok vurma halları baş verir. Sivil dətdirir. Yəni ki, paltaryoyunuz ola bilər suyu qızdırır. Tenində ötürücülük var, naqarlıq və ötürücülük verir. O halda da tok vurur. Yenə də su qızdırıcı dəyişilməlidir. Bu ikisini eləyəndən sonra da tok vurur. Deyirlər, bizdə suda dediklərini elədik, amma yenə tok vurur. Deməli, sizdə zazimleniya yoxdur. Oradan ola bilər ki, ona görə olsun. Yox, evdə zazimleniya da varsa əgər, diqqətlə qulaq asın. Baxın, bu paltaryanın 220 girişidir. Görürsünüz buranın üstü açıqdır. Əlimi vursam məni öldürəcək. Amma vurmuram, göstərirəm. Bu buradan ötürücülük verir bura, bu korpusa. Bunun içərisində uçurup bağlanan yerdə bir ötürücülük olur. Korpusa keçid